Məşhur İtalyan makaron markası Barilla məhsulunda sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar olunub. Artıq Avropa Birliyi Almaniyada məhsulun geri çağırılması prosesinə start verib. Bilək ki, 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalar riskli hesab edildiyi üçün mağazalarda rəflərdən yığılır. Ölkəmizdə də həmin markaya aid makaronlar satışda var. Mütəxəssislər qeyd edirlər ki, ağır zəhərli metallar insan orqanizmində xərçəngiyin yaranmasına gətirib çıxara bilər. Sağlam qidalanma mütəxəssisi Məsəti Hüseynovanın sözlərinə görə makaronda tapılan qurğuşunun insan orqanizminə istənilən yaş faktorunda zərər vuracağı sübut edilib. Tərkibində qurğuşun olan makaronların və digər qidaların mütəmadi olaraq qəbulu daxili orqanların zədələnməsi və funksiyasının pozulması ilə nəticələnir. Uşaqlarda əqli cəhətdən gerilik, sinir sisteminin pozulması, yaddaşsızlıq, yorğunluq, mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə özünü göstərsə də, böyüklərdə daha çox baş ağrısı, yorğunluq, eyni zamanda maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ nəzarətə götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə xəbər veriləcək.